Salam uşaqlar. Bu gün DİM 20 sınavdan davam edirik. Son qalan 5 isbat sualına baxacaq. Birinci bu sualdan başlayaq. Deyir ki, ABC üçbucağının BH hündürlüyü ilə, demək, hündürlük və tən bölən verilib. Bizə deyir ki, isbat edin ki, hündürlüklə tən bölən arasındakı bucaq ixtiyari üçbucaqda A bucağı ilə C bucağının fərqinin modulunun yarısına bərabərdir. İndi biz bunun modulu yox, elə fərqinin yarısına bərabərdir kimi düşünək. Yəni alfa bucağını daha böyük, beta bucağını daha kiçik nəzərdə tuturam burada. Şəkildə biraz böyüdək. Deməli bu hündürlük, bu isə tən bölən. Bunların arasında qalan bucağa bir x deyəcəm. Yəni biz şəkildə x bucağını axtaraq. Bu hissədə, yəni bu düz bucaqlı üçbucaqda, bu qalan bir boşluqda qalan bucağa da qamma deyirəm. İndi bu BT nə idi? Tən bölən idi axı. İndi BT tən böləndir. Tən bölən nə deməkdir? Yəni bucağı yarı bölür. O zaman bu bucaqda, yəni bu bucaqda olacaq qamma üstəgəl x. Yəni tən bölənin bu hissəsi qamma üstəgəl x isə, bu hissəsi də qamma üstəgəl x olmalıdır. Bu da belə. Bunu yadda saxlayaq. İndi fikir verək bu üçbucağa. Biz bilirik ki, üçbucağın iki daxili bucağını toplayanda, yəni belə bir şəkil, bura alfa ilə beta olanda, bu iki dənə daxili bucaq digər daxili bucağın qonşusu olan xarici bucağa bərabər olur. Yəni bu iki daxili bucağın cəmi digər daxili bucağın qonşusu olan xarici bucağa bərabər olur. Yəni şəkildə əslində hər şey açıq-aydın görsənir. İki daxili bucağı toplasan digər xarici bucaq alınır. O zaman bunu məsələdə tətbiq etsək, o zaman bu üçbucaqda iki dənə daxili bucaq toplananda, bu gördüyümüz, yəni bu üçbucağın xarici üçbucağı, xarici bucağı alınacaq. Yəni beta üstə gəlinsin qamma, üstə gəlinsin x olmalıdır burada. İndi bu üçbucağa fikir verək. Burada iki dənə düz bucaqlı üçbucaq görürəm. Biri bu, biri bu. Düz bucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir. Yəni alfa topla qamma 90 dərəcədir. Sağdakı üçbucağa görə baxsam, x ilə beta topla qamma topla x, bu da 90 dərəcədir. Yəni alfa topla qamma 90 dərəcə. İkinci üçbucağa baxdığımızda x toplansın, beta toplansın, qamma toplansın x, bu da 90 dərəcə. İndi bunun davamında bir sadələşdirmə aparıram. Məsələn, qammaları silirəm. Betanı sola gətirirəm. Demək, alfa çıxılsın beta bərabər 2 dənə x qalır sağda. Hər tərəfdə 2-yə bölsəm, x bərabər olmuş olur. Alfa çıxılsın beta bölünsün 2. Məsələ isbat olunmuş olur. Çox sadə bir sual. Deyir ki, 2 dənə çevrə var. Xaricdən bir-birinə toxunurlar və onlara ortaq toxunan çəkilib D toxunanı və bizə deyir ki, BAC bucağının 90 dərəcə olduğunu isbat edək. BAC bucağını çəkək əvvəl. BAC bucağı 2 dənə vətənin kəsişməsindən əmələ gəlir. İndi mən bu çevrələrdə O1B radiusunu, O2C radiusunu, bir də bu çevrələrin mərkəzini birləşdirən radiusları toxunma nöqtəsindən keçəcək. Həmin radiusları çəkirəm. İndi deyək ki, bu çevrələrdəki mərkəzi bucaqların biri alfa olsun, biri də beta olsun. Şəkildə biraz yaxınlaşdıraq. Biri alfa olsun, biri beta olsun. İndi biz çevrə dərsində, çevrədə bucaq münasibətlərində qaydada keçmişdik ki, sağda yazım onu, bir toxunan ilə vətər arasındakı bucaq nə olsa, qövs onun 2 qatı olmalıdır deyə bir qayda keçmişdik. Toxunanla vətər arasındakı bucaq nədirsə, qövs onun 2 qatıdır. İndi burada qövs, yəni bu, alfa qədərdir. Buradan da görsənir. O zaman toxunanla vətər arasındakı bucaq, yəni bu bucaq, olacaq alfa bölünsün 2. Digər çevrəyə görə baxsam, mərkəz B, yəni bu qövs B-dirsə, onda vətərlə toxunan arasındakı bucaq olacaq nə? Beta böl 2. Yəni bu bucaq da beta bölünsün 2. İndi bu BAC bucağının nə olduğunu bilmirəm. Mən o bucağa bir dənə x deyirəm. O zaman bilirik ki, üç bucağın daxili bucaqları cəmi 180 dərəcədir. Onda alfa böl 2 toplansın, beta böl 2
toplansın x bərabərdir 180 dərəcə. Bunu yaddaşda saxlayaq. Buradan başqa bir şeyə baxıb qayıdaq. Deməli, nəyə baxacaq? Bu fiqur, rəngi dəyişib göstərək. Bu fiqur bir trapesiyadır. Hardan bilirəm trapesiya olduğunu? Özü də düzbucaqlı trapesiya. Radius və bu da radius. Toxunanla 90 dərəcəni gətirirmi? 90 dərəcəni gətirir. Burada 90 dərəcə, burada 90 dərəcə. Onda bu xətlər bir-birinə perpendikulyar, paralel olurmu? Olur. Eyni bir düz xəttdə perpendikulyar olan iki düz xətt bir-birinə paraleldir. O zaman bu trapesiya olmuş olur. Ya da bu düz xəttlər bir-birinə paralel olduğu üçün alfa ilə beta daxili bir tərəfli bucaqlar olmuş olurlar. Yəni alfa üstəgəlsin beta bərabər 180 dərəcə olur. Bunu da yaddan çıxartmayaq. Elə qırmızı rənglə də burada davam edəcəm. O zaman mən burada 2 ortaq məxrəc alfa toplansın beta üstəgəl x bərabər 180 dərəcə yazsam. Alfa topla beta 180-dirmi? Bəli. 180-i yarı bölsəm 90 aldırmı? Bəli. 90 dərəcə toplansın x bərabər 180. X də aydın məsələdir ki, 90 dərəcə olmuş olur. BAS bucağı x-lə də biz BAS-ni qeyd eləmişdik. BAS bucağı 90-dır. Məsələ isbat olunmuş olur. Keçdik növbəti məsələyə. Hipotenuzu S olan, daxilinə çəkilmiş stereonotusu R olan düzbucaqlı üçbucağın sahəsinin S bərabər R kvadrat toplansın SR olduğunu isbat edin, deyir. Burada ilk olaraq keçən videolarda da isbat etdiyimiz bir şeydən danışacağım. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu bərabər olurdu A üstəgəlsin B çıx C bölünsün 2. Əvvəlki videolarda baxsaz bunun isbatını görə bilərsiniz. Radiusu daxilinə çevrə çəkilmiş düzbucaqlı üçbucaqda daxilə çəkilmiş çevrənin radiusu A plus B çıx C bölü 2-dir. A ilə B katetlərdir, C isə hipotenuzdur. Onda mən burada sadələşdirmə aparsam, yəni 2-ni çarpaz R-ə vursam, çıx C-ni də sol tərəfə gətirsəm, nə olacaq? A üstəgəlsin B bərabər 2R olmalıdır. Bunu yaddaşda saxlayırıq. Keçirik məsələnin davamına. İndi biz bu məsələni iki üsulla həll edə bilərik. Birinci üsul. Yenə keçən videolarda isbat etdiyimiz bir şey. Hər hansı bir üçbucağın sahəsi əgər daxilinə çevrə çəkilibsə, həmin üçbucağın sahəsi 2də 1 perimetr vur R ola bilir. İndi düzbucaqlı üçbucaqda perimetr desək, nəyi nəzərdə tuturuq? 2də 1 A üstəgəlinsin B üstəgəlinsin C vurulsun R. Bu da bərabərdir 2də 1, 2də 1. A üstəgəl B əvəzinə 2R, 2R topla C yazmalıyıq. Onu da səhv yazdıq bayaq. Burada bir dənə düzəliş elədik. Topla C-ni yazmağı unutmuşduq bayaq. Deməli, A üstəgəl B geriyə qayıdım, təzədən bunu deyim. A üstəgəlinsin B 2R topla C-yə bərabərdir. Aha. İndi burada A üstəgəl B-nin əvəzinə nə yazacağım? 2R toplansın C üstəgəlinsin C vurulsun R. Neynədim? A üstəgəl B-nin əvəzinə 2R toplansın C yazdım. Bu da bərabər olacaq 2də 1. Bu 2R topla 2C'dir. 2-ni ortaq vuruq çıxardıram. Mötərizədə qalır R üstəgəlsin C vurulsun R. İkilər ixtisar gedir. R-i də mötərizənin daxilinə vurduqda R kvadrat toplansın CR olur və məsələ isbat olunmuş olur. İkinci üsul olaraq nə etmək olar? İkinci üsul bu aldığımız bərabərlik, yəni A üstəgəlinsin B bərabər 2R toplansın C bərabərliyini hər tərəfini kvadrata yüksəltsəm nə baş verəcək? A kvadrat toplansın B kvadrat toplansın 2AB bərabərdir. Sağ tərəfdə kvadrata yüksəldək, yəni müxtəsarlama üsulundan 2R-in kvadratı 4R kvadratı toplansın C kvadratı toplansın 2 vur 2R vur C. Yəni 4RC. Pifaqor teoreminə görə biz bilirik ki, A üstəgəl B-nin mötərizə kvadratı və C kvadratı eyni şeydir. O zaman C kvadratının A kvadrat topla B kvadratını silirəm. Nə olmuş olur? 2AB bərabərdir 4R kvadratı toplansın RC. İndi buradan yola çıxaraq düzbucaqlı üçbucağın sahəsi normalda necə tapılır? AB bölünsün 2 şəklində tapılır.
Buradan da AB, onu qeyd eləmədik. Harda yazaq bunu? Delə burada yazaq. Hər tərəfi 2-yə bölsəm, AB bərabər olmuş olur 2R kvadratı toplansın 2RS. Yəni burada da RS yox, 4RS idi. Onu səhvən 4-ə yazmamışıq. Aha. 2R kvadrat toplansın 2RS olur. İndi bu da bərabər olacaq. S bərabər AB bölü 2-dirsə, AB-nin əvəzinə 2R kvadrat toplansın 2RS yazıram. 2-yə bölürəm. 2-ni ortaq vuruq çıxardıram və ixtisar aparıram. Nə alınmış olur? R kvadrat toplansın RS. Bununla da belə də isbat olunmuş olur. Hətta biz bunları yazmasaydıq, belə də isbat edə bilərdik. Məsəl üçün, heç sahəni sonra ayrıca araşdırmıram. Elə bunu götürürəm, bax bu hissəni. Deyirəm ki, sahə normalda nədir? AB bölü 2-dir. O zaman mən fikirləşirəm ki, bunun hər tərəfini 4-ə bölüm. Bunun hər tərəfini 4-ə bölsəm, 2AB-ni 4-ə böləndə elə AB bölü 2 olacaq. Bərabər, bunu da 4-ə bölsəm, R kvadrat toplansın RS. AB bölü 2-də nə deməkdir? Sahə deməkdir. R kvadrat toplansın RS. Və salam. Məsələ ikinci üsulla da isbat olunmuş olur. Arada bir-iki dənə də mexaniki səhv elədim deyə üzr istəyirəm. İndi keçək növbəti suala. Belə bir məsələ. ABC üçbucağında AC tərəfinə paralel düz xəttlər, AC tərəfinə, ABC üçbucağı AC tərəfinə paralel düz xəttlərlə eyni böyüklükdə 3 fiqura bölünüb. Bu paralel düz xəttlərin AB tərəfini B təpəsindən başlayaraq verilən nisbətdə böldüyünü isbat etmək lazımdır. Bu məsələnin bir başa düşülən şəklini çəkək əvvəl. Belə bir şəkil. Demək, bu şəkildə biz ABC üçbucağında AC tərəfinə paralel 2 dənə xətt çəkmişik və şərtə görə bu 3 eyni böyüklükdə fiqura bölünür. Yəni, bu 3 fiqurun 3-ünün də sahəsi eynidir demək istəyir şərtdə. Bu paralel düz xəttlər AB tərəfini B təpəsindən başlayaraq, məsəl üçün, birinci hissənin uzunluğu X, ikinci hissənin uzunluğu Y, üçüncü hissənin uzunluğu da Z şəklində 3 hissəyə bölsün, deyək. Yəni, birinci üçbucağın sol tərəfi X, ikinci üçbucağın, bu üçbucağın sol tərəfi Y, ən böyük üçbucağın sol tərəfi də Z olsun, deyək. İndi biz bu 2 dənə uzunluğu tapaq. İndi bütöv Y idisə, bu ikinci hissənin uzunluğu Y çıxılsın X olmalıdır. Yəni, bu bütövlükdə Y-dirsə, burada X-dirsə, ikinci tərəf Y çıxı X. Sonra bu şəkil bütövlükdə, sol tərəf bütövlükdə Z-dir. Bu nöqtəyə qədər olan hissəsi də Y-dirsə, ən axırıncı parçanın uzunluğu da Z çıxılsın Y olacaq. İndi biz keçirik oxşarlığa. Oxşarlıqla bu məsələni çözəcəyik. İlk olaraq bu fiqurla ikinci bu fiqurun oxşarlığına baxacaq. Yəni, bu balaca üçbucaqla böyük üçbucaq. Balaca üçbucaqla böyük üçbucağın bu iki fiqurun oxşarlığına baxacaq. Deməli, soldakı fiqurun, yəni balaca fiqurun tərəfi X-dir. X böl. İkinci böyük fiqurun sol tərəfi Y-dir. X-i Y-ə böldükdə bərabər olmalıdır. S bölünsün 2S. Amma sahəni sahəyə vuranda oxşarlıq əmsalının kvadratına bərabər olurdu deyə X bölü Y-i kvadratda yüksəldirik. Demək, X bölünsün Y-in kvadratı bərabərdir S bölünsün 2S. Bu S bölünsün 2S də 1 bölünsün 2 olur ixtisar gedəndə. Hər tərəfdə kökə salsam, X bölünsün Y bərabər olmalıdır 1 bölünsün kökdə 2. Və buradan belə bir nəticə alırıq ki, o nəticəni yuxarıda yazacağım. X əgər K olsa, Y nəyə bərabər olmalıdır? Kökdə 2K-ya. O nəticəni yuxarıda yazdıq. İndi keçək ikinci bir oxşarlıq istifadə edək. Bu üçbucağın hansı üçbucaqla oxşarlığı? Böyük üçbucaqla oxşarlığına baxırıq. Demək, kiçik üçbucağın, bu böyük üçbucağın bu kiçik üçbucaqla oxşarlığına baxırıq. Kiçik üçbucağın sol tərəfi X böl. Böyük üçbucağın sol tərəfi Z, X bölünsün Z.
Yenə eyni qaydada kvadrata yüksəlt. Bərabərdir kiçik üçbucağın sahəsi S bölünsün böyük üçbucağın sahəsi 3S. Yenə S-lər ixtisar gedəndə 1/3. Sonra hər tərəfi kökə salsam x böl z bərabərdir 1 bölünsün kökdə 3. Və bu x böl z 1 bölünsün kökdə 3 bərabərliyindənsə belə başa düşürük ki, əgər yuxarıda qeyd edək bunda x bərabər k olarsa z bərabər kök altında 3k olmalıdır. Ən sonda bizdə şərtdə B təpəsindən ayrılan uzunluqların nisbətini soruşur. B təpəsindən A-ya doğru 2 dənə hərf yazacağam. M, bir də N. Yəni bizdən BM, sonra MN, BM, MN, bir də NA. Bunların nisbətinin verilən bu nisbət olduğunu göstərməyimizi istəyirdi. İndi BM nə deməkdir? BM nəyə bərabərdir? X-ə. Yəni K. Yazdıq, qaldı qıraqda. MN nəyə bərabərdir? Y çıx X-ə. Y çıx X. Yəni kökdə 2K çıxılsın K. K-nı ortaq çıxart. Kökdə 2 çıx 1 K. Bəs NA nəyə bərabərdir? Z çıxılsın Y-ə. Z çıxılsın Y. Z nə idi? Kökdə 3K. Y nə idi? Kökdə 2K. Yenə K-nı ortaq çıxart. Kökdə 3 çıxılsın. Kökdə 3 çıxılsın. Kökdə 2 mötərizə bağlansın K. Və bununla da, bu axırıncı yazdığımızla da B təpəsindən başlayaraq K, kökdə 2 çıx 1 K, kökdə 3 çıxılsın kökdə 2 K olduğunu ispat etmiş olduq. Yəni K-ları saymasaq, nəticədə 1 bölünsün kökdə 2 çıx 1 və bölünsün kök 3 çıxılsın kök 2 olduğu ispat olunmuş olur. Və bu məsələdə incə məqamlar çox idi. Başa düşməmiş ola bilərsiniz. Ona görə videonu təkrar başa salıb bu məsələnin həllinə bir daha baxmanızı da tövsiyə edirəm. Və keçdik son məsələyə. Bununla da DİM 20 sınaqdan bütün isbatları bitirmiş oluruq. Deməli 2 dənə çevrəyə ortaq 2 toxunan, daha doğrusu ortaq 3 toxunan çəkib və bizdən MY ilə NK-nın, yəni bu ikisinin bərabər olduğunu ispat etməyimizi soruşurlar. Bu məsələni çözməzdən öncə belə bir şey ispat etmək istəyərdim. Məsəl üçün 2 dənə çevrə çəkilib, o 2 dənə çevrəyə kənardan ortaq toxunanlar çəksək. Kənardan ortaq toxunanlar, bunun toxunduğunu varsayaq və bu kənardan da ortaq toxunanlar çəksək. Bunun da toxunduğunu varsayaq. Bu kənardakı hissələrin uzunluqları eyni olarmı? Sual işarəsi. Bunu ispat edək əvvəl. Və məncə eyni olar, amma o şəkildə necə göstərəcəm? Tutaq ki, bu toxunanlar gedirlər bir yerdə kəsişirlər. İndi şəkli elə çəkdik ki, onların kəsişdiyini göstərə bilməyəcəkmişik kimi görsənir. Biraz bu yana dartaq bunu. O toxunanlar gedirlər bir yerdə tutaq ki, kəsişirlər. Tamam, burada kəsişsinlər. İndi ilk çevrəyə nəzərən baxsam. Bu hissədən çəkilən toxunanlar bir-birinə bərabərdirmi? Bəli. Bir nöqtədən çevrəyə 2 dənə toxunan çəkilirsə, o toxunanlar bir-birinə bərabərdir. Bəs ikinci çevrəyə görə baxsam. Yenə bir nöqtədən çevrəyə çəkilən toxunanlar hər ikisi bərabər olmalıdırlarmı? Olmalıdırlar. O zaman burada bu hissə y çıx x olur. Aşağıdakı bu hissə o da y çıx x olmuş olur. Və o iki toxunan bir-birinə bərabər olmuş olur. Yəni qısaca özətləsək bunu, 2 dənə çevrəyə kənardan ortaq toxunanlar çəkilmiş olsalar, toxunma nöqtələri arasındakı məsafələr sağda və solda eyni olacaq. Məsələyə başlamamışdan əvvəl bunu unutmayaq. İndi keçək məsələmizə. Şəkildə biraz böyütdük. Deməli, bu məsələdə əvvəlcə bu çevrəyə baxaq. Bu çevrəyə M nöqtəsindən 2 dənə toxunan çəkilib, A-ya və E-yə doğru 2 dənə toxunan çəkilib. AM parçasına da X, MY parçasına da X deyə bilərik o zaman. Keçək bu biri çevrəyə baxaq. Bu biri çevrəyə də N nöqtəsindən 2 dənə toxunan çəkilib, K-ya və D-yə doğru. Əgər ND
y olsa, nk da y olmalıdır. Tamam. O zaman bu çevrələrin bu aradakı toxunma nöqtələri arasındakı hissəyə də bir uzunluq verək. Orada məsəl üçün bir dənə m deyək. O hissənin uzunluğu da m olsun. İndi bu çevrəyə baxırıq. M nöqtəsindən bu çevrəyə baxırıq. M nöqtəsindən çevrəyə sol tərəfdən çəkilən toxunma nöqtəsinə qədər məsafə x üstəgəl m-dirsə, burada x üstəgəl m olacaq. İndi bu çevrəyə n nöqtəsindən baxıram. Sağ tərəfdən çəkilən uzunluq y üstəgəl m-dirsə, sol tərəfdən çəkilən uzunluq da y üstəgəl m olmuş olacaq. Məsələnin ilk başında dediyimiz qaydaya görə AB uzunluğu ilə CD uzunluğu da bir-birinə bərabər olmalıdır. O zaman, yəni kənarda yazaq onu, AB uzunluğu ilə CD uzunluğu bir-birinə bərabər olmalıdır. Məsələnin əvvəlində bunu isbat etdik. Onda AB uzunluğu nəyə bərabərdir? X topla M. Yəni 2x toplansın M. CD uzunluğu nəyə bərabərdir? Y topla M topla Y. Yəni 2y toplansın m. Bərabərliyin hər tərəfindən m'i sildik. 2x bərabərdir 2y. Hər tərəfi 2-yə böldük. X bərabərdir y olur nəticədə. X nə idi? X my idi. My. Y nə idi? Kn. Və məsələ isbat olunmuş oldu. Bir şərtdə baxaq görək my kn deyirdi. Bəli, my ilə nk ya da my ilə kn-i isbat edin deyirdi. Bu məsələdə isbat olmuş oldu. Və bununla da DİM 20 sınaqdakı bütün isbat suallarını bitirmiş olduq. Növbəti videolarda artıq başqa, daha maraqlı isbat sualları axtarmağa çalışacağam. Ümid edirəm ki, faydalı olmuşdur. İzləmədə qalın. Sağ olun.